Sure Nisa ayet 19 ve 20. Euzubillah mineşşeytanirracim. Pənah aparıq Allah'a dərgahdan qovulan şeytanın şərrilərindən. Ya eyyuhəllezine amenu, ey o kəsləri ki iman gətirmisiniz. La yəhillu, helal deyir, ləkum sizin üçün, əntərisu o ki irsa parasız nisaə xanımlardan, kərhən, zorla və la təzuluhunnə və bərkə qoymayın onları litəzhəbu bəlain ki aparasız bi bəzin bəzilə ma o ki atəytumuhunnə vermisiniz xanımlar üçün illa məgər ən o ki yətinə gələlə bi fahişətin mübəyyinətin aşkara pis işlərə və aşiruhunnə və mübaşirət eləyin onlarla bil mərufi yaxçılıqla fəin pəs əgər kərəhtumuhunnə ikrah elədiz onun üçün fəəsa pəs şayət ən o ki təkrəhu ikrah elisiz ona şeyən o şey üçün və yecələllah və qərar verib Allah fihi onda yəni o ikrah elədiğiniz işdə xeyrən kəsirən çoxlu mənfəətlər və in və əgər ərəttum iradə elədiniz istibdal zəvcə məkanı zəvcin öz xanımızdan sonra ayrı xanım təyin eləməklığa və atəytum və verdiz ihdahünnə onların birinə qintarən çoxlu dünya malı fəla təxzu pəs tutmayın minhu ondan şeyən bir şey ya almayın ondan bir şey ətəxuzunəhu aya tutusuz onu bohtanen yalanla və ismən və günah mubina aşkara sədəqəllahul aliyyul azim.